Salam, hər vaxtınız xeyir. Təcrübə paylaşımı videolarının 6-cı bölümünə xoş gəldiniz. Bu arada bundan əvvəlki 5 videonu da Instagram səhifəsinin hekayələr hissəsinə təcrübələr başlığı altında qeyd etmişəm. İstəsəniz oradan bundan əvvəlki videolara da baxa bilərsiniz. İndi isə gələk bugünün mövzusuna. Bugünün mövzusu növbə mədəniyyəti ilə bağlı bir detaldır. Nədir bu detal? Bir növbə təsəvvür edə bilərsiniz. Bu bir kassa növbəsi ola bilər və ya bir restoranda yeməyi əldə etmək üçün olan növbə ola bilər. Burada bəzi insanlar bəzən növbədə irəliyə keçmək istəyirlər. Cəmiyyətin üzvləri olaraq biz bəzən bir-birimizə bu tip şeylər etməliyik və bu tamamilə başa düşüləndir və xoşdur məncə. Bəs burada yanlış olan nədir? Yanlış olan 10 nəfərlik bir növbədə icazə alıb daxil olmaq istəyən şəxs icazəni sadəcə birinci adamdan və ya kimin qabağına keçəcəksə ondan almasıdır. Mən düşünürəm ki, bu yanlışdır. Yəni 10 nəfərlik bir növbədə gəlib birincinin qabağına keçirəmsə, sadəcə birincidən icazə almağım kifayət deyil. Çünki mənə o icazə verən şəxs özü mənim əvəzimə çıxıb gedib növbənin ən sonunda dayanmır. Elə öz dayandığı yerdə dayanır və sadəcə məni öz qabağına buraxır. Buna görə də onun mənə tək icazə verməyə haqqı yoxdur. Bunun yerinə mən icazə alarkən birincidən icazə almaqdan əlavə qrupun da eyni zamanda etirazının olub-olmamağını soruşmalıyam. Yox, əgər biz icazə verən hissədə isə, yəni kimsə bizim qabağımıza keçmək istəyirsə, icazə verməmişdən əvvəl qrupa dönüb mən bu şəxsə icazə vermək istəyirəm bu səbəbə görə. Buna bir etirazınız yoxdur deməliyik. Ancaq və ancaq bundan sonra həmin şəxsə icazə verə bilərik. Mən bu barədə belə düşünürəm. Siz nə düşünürsünüz? Fikirlərinizi bölüşərsiniz. Sağ olun.